Məşhur filmimizdə səhnə alınsın deyə uşağı alladıblarmış. Bu kadrlara baxın. Xədicə. Gördüyünüz səhnə Qaraca qız filmindəndir. Süleyman Sani Axundovun hekayəsi əsasında çəkilən filmin rejissoru Şamil Mahmudbəyovdur. Filmdə baş rolları isə Sevil Zeynalova və Leyli Axundova oynayır. Filmin sonunda Qaraca qızın ölümündən xəbər tutan Xədicə göz yaşlarına boğulur. Bu səhnənin realist alınması üçün aktrisa Leyli Axundovanı aldadıblarmış. Bir müsahibəsində o deyir ki, həmin səhnə ilk çəkildiyi səhnə idi. Mən Sevillə, yəni Qaraca qızla rəqs etməyə getməli idim. Ancaq 3-4 gün onu görmədim. Sonra isə məni bir təpəyə aparıb Sevilin öldüyünü dedilər və qəbrini göstərdilər. Mən də özümü saxlaya bilməyib ağlamağa başladım. Çox pis olmuşdum. Bəs sizcə bu cür hərəkət düzgündürmü?